Menopauza dərmanlarının qara qutusu ləğv edilir. Amerika Birləşmiş Ştatları Səhiyyə və Sosial Xidmətlər Departamenti ilə Qida və Dərman Administrasiyası menopauza zamanı qadınlara verilən hormon dərmanlarının üzərindəki qara qutu xəbərdarlığını ləğv etdiklərini elan edib. Xəbərdarlıq əvvəllər bu dərmanların ürək xəstəliyi, döş xərçəngi və demensiya riskini artırdığını bildirirdi. Qida və Dərman Administrasiyası rəhbərləri bildiriblər ki, bu addım qadınlara isti basmalar, gecə tərləmələri və digər menopauza simptomlarını yüngülləşdirmək üçün daha rahat dərman alma imkanı yaradacaq. Onlar hormonal dərmanların bəzi uzun müddətli sağlamlıq faydalarının da olduğunu vurğulayıb. Lakin həkimlər xəbərdarlıq edir ki, dərmanların faydası hər qadın üçün fərqli ola bilər və bəzi risklər hələ də mövcuddur. Məsələn, qan laxtalanması, xərçəng və ürək-damar problemləri və s. Ekspertlər qeyd edirlər ki, vaginal istifadə üçün nəzərdə tutulmuş kremlər və məlhəmlər təhlükəsiz sayılır. Amma ağızdan və ya dəridən istifadə olunan hormon dərmanları bütün bədənə yayıldığı üçün riskləri daha yüksəkdir. Həkimlər qadınlara bu dərmanları qəbul etməzdən əvvəl fayda və riskləri öz həkimləri ilə müzakirə etməyi tövsiyə edir.